insanların hüquqlarını müdafiə edib, onlara hüquqi cəhətdən kanal vasitəsilə dəstək olasınız. Ona görə də həmişə var olun. Ona görə də elə millətimiz milyonlarla insan sizi çox istəyir. Təşəkkür Mənim edirəm. də ailə dostum, sən icazə versən sənin Sağ ol, müqəddəs sağ ol. alnından öpərdim. Allah sənə var razı olsun. olsun, minnətdaram. Təşəkkür edirəm, Bakşeş müəllim. Sən həqiqətən gözəl, dəyərli oğlansan və onun nəzərinizə çatdırım ki, dəyərli izləyicilərimiz, elə Bakşeş müəllimin kanalında bizi izləyən hər bir kəsə mən təşəkkürümü bildirirəm. Eyni zamanda Qurban Bayramı münasibətilə də hər birinizi təbrik edirəm. Bakşeş müəllim kasıb bir ailədə dünyaya göz açsa da, yəni bu adamın həqiqətən ürəyi çox geniş bir insandır. Bunu tanıyanlar bilir. Bu adam cəmiyyətimizin inkişafı üçün, yəni gələcəyə sağlam insanların yetişdirilməsi üçün əlindən gələn addımları atan bir şəxsdir. İndi buradan yəqin ki, Bakşeş müəllim, sizi çox tələbələriniz olub. Mən aldığım məlumata görə bugünkü gündə də Respublikamızın hər yerində, yəni sizin dövlət orqanlarında çalışanları da var və hətta aldığım məlumata görə elə tələbələriniz var ki, 44 günlük vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün azad olunması naminə aparılan əməliyyatlarda qəhrəmancasına iştirak etmiş və şəhid olmuşdur. Şəhidlik zirvəsinə ucaldılmışdır və Cənab Prezidentimizin fərmanı ilə bir neçə medallarla təltif olunmuş. Hal-hazırda yaşayanlar da var. Bəli, şəhidlərimizin ruhu qarşısında baş əyirik biz və Allah bütün qazilərimizə can sağlığı versin. Mən sizi çox istəyirəm, həqiqətən. Elə siz də bizim ürəyimizsiniz. Mən sənə təşəkkürümü bildirirəm. Bax, belə bu gözəl işlər apardığınıza görə. Minnətdarım. Sağ ol, sağ ol Fərid müəllim. Gəlişimizdən bizə şərəf verin. İstərdim ki, bizim ehtiyatda olan polis əməkdaşı, xeyriyyətçi əmimiz, Zahid əmi, sizin gəlişimizlə bağlı bütün xeyriyyətçilər adından fikirlərini bildirsin. Evet, hoş gelmişsiniz müəllim. Bizim Ləmbəran kəndində Allah canınızı sağ eləsin, ömrünüz uzun eləsin, Kanal 21 kimi. Orada ürək sözlərinizi dediniz. Elə xeyriyyətçilər adından da mən də sizə təşəkkür edirəm. Allah canınızı sağ eləsin. Bakşeş müəllimdən canını sağ eləsin, çəkir, işıqlandırır, Tahir bala da sağ olsun, çəkir. Allah hər kəsilən qurbanları da qəbul eləsin. Cəmi kəsilən kimlə kəsir qurban, hamısını qəbul eləsin. Ömrü uzun olsun, kim nə edir. Kəndimiz də bizim kəndimiz gözəl kənddir. Allah inkişaf edir. Allah hər birinin canını sağ olasın. Fərid müəllim, icazə versənmi qardaşlar da biz təşəkkür edək. Gəlin bura. Gözəl insanlar. Gədə. Bu tərəfə duraq. Bax, Fərid müəllimin işçiləridir. Kanal 21-in əməkdaşlarıdır. Sərvan müəllim, təşəkkür edirəm ki, bugün gəlməsiniz bizim xahişimizi eşidib Ləmbəran kəndinə. Fərid müəllimin rəhbərliyi altında hər biriniz buradasınız. Allah sizə Çox sağ olun, var olun. Təşəkkür edirəm. Qurban bayramınız da mübarək olsun. Xeyriyyətçilər də Allah kömək olsun sizlə baxın. Müəllim, siz də xoş gəlmişsiniz. Bizim köhnə dostlarımızdan. Çox sağ olun Bakşeş müəllim. Xoş gəlmişik sizin kəndinizə. Allah sizləri var eləsin. Qurban bayramınızla mübarək. Siz dəyərli qardaşsınız. Allah sizlər zaman var eləsin. Allaha ürəyim az qalır yerindən çıxar, sevindiyimlə. Bu ocaq kimindir? Xeyriyyətçi Vüqar Süleymanov kimin həyətidir? Başa düşdüm. Kərəm əmin həyətidir. Kərəm əmin həyəti. Dəyərli izləyicilərimiz, biz hamımızın şəxsiyyətinə, insanlığına hörmət etdiyimiz Ləmbəran kəndində Es Kərəm əmi kimi tanınan elə Kərəm əminin ocağındayıq. Es Kərəm. Deməli, oğlu Vüqar Süleymanov bir ildə 15.000 manat Ləmbəranla Bakına pul xərcləyir. Allah kömək olsun. Allah canını sağ eləsin, cibi dolu olsun hər zaman. Mən Vüqar qardaşdan həqiqətən çox razıyam və onun haqqında mükəmməl həmişə sözlər eşitmişəm. Elə buradan təşəkkürümü bildirirəm, var olsun deyirəm. Gəl indi müəllim, o Esi də bir bax.